Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir, y bərabərdir y üstündə x üstəgəlsin 1 bölünsün x funksiyasının qiymətlər çoxluğunu tapın. Əvvəlcə qaydanı yadımıza salaq. Əgər x sıfırdan böyük olarsa, x üstəgəlinsin 1 bölünsün x böyük bərabərdir 2 olur. X sıfırdan kiçik olarsa, x üstəgəlsin 1 bölünsün x kiçik bərabərdir mənfi 2 olur. Əgər x-ə heç bir şərt verməzsə, x üstəgəlinsin 1 bölünsün x-in ala biləcəyi qiymətlər böyük bərabərdir 2-dən və ya kiçik bərabərdir mənfi 2-dən. Yəni, bir sözlə mənfi sonsuzluqdan mənfi 2-yə birləşir 2-dən müsbət sonsuzluğa olur. Bizə verilmiş ifadədə y üstündə x üstəgəlinsin 1 bölünsün x verilibdir. X-ə heç bir şərt vermədiyinə görə, onda bunun qiymətlər çoxluğu olur y-nin üstündə mənfi sonsuzluqdan mənfi 2-yə birləşir 2-dən müsbət sonsuzluğa bərabərdir. Bu ifadələrin hər birini y-nin üstünə yazsaq, deməli, alınır y üstü mənfi sonsuzluq, y üstündə mənfi sonsuzluqdan y üstündə mənfi 2-yə daxildir, birləşir. Y üstü 2-dən y üstündə müsbət sonsuzluğa. Və əsas məsələlərdən də biri budur ki, əgər a 1-dən böyük ədəddirsə, a üstü müsbət sonsuzluq bizə müsbət sonsuzluq verir. A əgər 0 ilə 1 arasındadırsa, a üstü müsbət sonsuzluq 0 verir, yəni 0-a yaxınlaşır. Əgər a 1-dən böyükdürsə, a üstündə mənfi sonsuzluq 1 bölünsün sonsuzluq verir, o da 0 verir. Bizim indi sualımızda verilmiş ədəd y ədədidir. Y ədəddə irrasional ədəddir, təqribi qiyməti 2,71-dir, yəni 1-dən böyükdür. Y 1-dən böyükdürsə, y üstündə mənfi sonsuzluq bizə 0 verəcək, yəni 0-a yaxınlaşır. 0-dan y üstü mənfi 2 1 bölünsün y kvadratına birləşir y kvadratından y üstü müsbət sonsuzluqda bizə müsbət sonsuzluq verəcək. Çünki y 1-dən böyükdür. Müsbət sonsuzluğa. Beləliklə sualımızın cavabı 0-dan 1 bölünsün y kvadratına birləşir y kvadratından müsbət sonsuzluğa olur. Cavab C variantı.